Azərbaycanca danışa bilirsiniz? Yox. Qarabağda yaşayan erməni sakinlər sərhəd xəttini, şərti sərhəd xəttini rahat şəkildə keçib üzü Ermənistana tərəf gedirlər. Onlarla müsahibələrimizdə, onlarla danışdıqda belə bəlli oldu ki, bəziləri Qarabağa qayıtmaq arzusundadırlar, bəziləri Ermənistanda qalmaq, bəziləri isə qeyd etdilər ki, hətta Rusiyaya və ya digər ölkəyə də köçüb getmək haqqında düşünürlər. Müsahiblərimiz arasında onu da qeyd etmək lazımdır ki, bir neçə nəfər başa düşülən dərəcədə Azərbaycan dilində də bizimlə söhbət etdi, suallarımızı cavablandırdı və bu da ondan xəbər verir ki, Qarabağda yaşayan erməni sakinlər yaşadıkları dövlətin dilini heç unutmayıbmış. Hansı rayonda yaşayırdınız? Mən Marta Qırdayın Kölədə kəndi. Ağdərə rayonunda. Ağdərə rayonu. Çoxdan yaşayırdınız orada? 15 yaşdan sonra Qabhara getdim. Sonra əskərə, sonra 1-2 il sezona, sonra Stepanakert. İndi Xankəndideydiniz gecəni. Nə? Bugün Xankəndideydiniz indi. Gecə. Gecə işə gəlir biz üzə. İşıq gəldi və işıq gəldi. Bura. Burada saxlayıb gözləmişsiniz. İşıq yandı da, hə? Ha. İşıq var, indi gəlir. İşıq gəldi. Buradan indi sərhədi keçdiniz. Bir problem olmadı? Yox, Balaca, indi hara gedirsiniz? hələ bilmirəm. İrəvana gelirsiniz, görürsə? Bilmirəm, hələ getdim. Yox. Qohumlar var orada. Yox. Qayıtmaq fikriniz var? Nə? Qayıtmaq fikriniz var? Ölüb qayıtmaq. Azərbaycanlılarla bir yerdə yaşamaq istəyirsən bizim? Mən çoxdan Azərbaycan işləmişəm. Nə işləmişsiniz? Harada işləmişsiniz? Azərbaycanlılar haqqında nə deyə bilərsiniz? O vaxtı Danış olacaq, narahat olma, danış. bizim rəis Dadaşov Nəzim Nəgir bir olub. Gedirəm Ermənistana. Niyə? Lazımdır da siz dediniz. Özün gedirsən? He? Özün gedirsən? Özü de o. Siz evden böyle getdik ha. Ayrı şey yok. Təhsil səhələ hamısı saxtalamaz oldu. Harda yaşayırdınız? Seydibəli kənddə, Hansı rayon? Əskərən rayon. Əskəran rayonunda. Çoxdan yaşayırsınız orada? Anadan olmasın. Bəs niyə Azərbaycanlılar gedirsiniz? Bəs niyə gedirsiniz? Nə bilim, gedirik də, Kim dedi Hamı. gedin? Kim dedi gedin? o bilmirəm. Hamı gedir, mən də gedirəm. əvvəl harada işləmisən? Yəni Azərbaycanlılar Traktorist. Və əlbət işləmiş. Azərbaycanlılar haqqında nə deyə bilərsən? Bir tək yaxşılığı. Bax indi burada gedirsiniz. Ermənistanda harda yaşayırsınız? Bilirsiniz hara gedirsiniz? Gedəcəm Rusça. Niyə gedirsiniz? Hara gedirsiniz? Yedirəm. Yerevana gelirsiniz. Hardan gelirsiniz? Martuna. Afiyet, Xocavənd. Ha. Ha? Niyə gedirsiniz? Bilmirəm. Qalmaq istəmirsiniz? Bilmirəm, edim. Bilmirsən? Mən Azərbaycan dilini bilmirəm. Yaxşı bilmirəm. Elə dil balaca danış. Yaxşı bilmirəm. Yaxşı bilmirsiniz. Hansı səbəbdən tərk edirsiniz regionu? Niyə gedirsiniz? Nə bileyim. Bilirəm ermənilərə. Uşaqlarınız harada qalır? Uşaqlar da ki, Rusiya. Özbəkistan vətəndaşısan? Hə. Çoxdan Qarabağdasan? Yox, 2 il. 2 il. Nə ilə məşğul olurdun burada? İşləyirdin? Yox, geldim Kalogaya geldim. Hadutda çok Karoluk stoyt biznes falan gitti hemen. Hadrutda yaşamısan. Ha, İndi harda yaşayırdın Hadrutdan sonra? Taşkent köyde mi? Ha, Stepanköy'de. Xankəndidə. Ha.